Herkese salam, kanalımıza ve videomuza xoş gəldiniz. Neçə vaxt aranızda yoxam, bilirəm. Əslində məktəb bitib artıq. Mən də istəyirəm ki, ingilis dilində tapşırıqlar həll edəsiniz. Onun üçün də sizə 4-cü sinif olmağıma baxmayaraq 2-ci və 3-cü sinif ingilis dili PDF kitabının PDF-ini tapdım. Çalışma kitabının ingilis dili PDF-lərlə birlikdə işləyək. Birinci üstünü sizə göstərim. İşte bu formadadır. İkinci və üçüncü. Əslində bunu yeni başlayanlar üçün, yəni hər kəs üçün lazımdır. Amma yəni yenə də başlayaq. Hazırsınızsa başlayaq. İngilis dilində 26 hərf və 44 səs var. Bu qaydanı yadınızdan çıxartmayın. Mən ümumiyyətlə bu tapşırıqları çox sevirəm. Yəni Azərbaycan dilisidir, riyaziyyatdır, musiqidir, fərqi yoxdur. Ancaq çox xoşuma gəlir. Çünki burada qaydalar olmalıdır. Yəni olur da. Bax, başdan yana oxuyuram. İngilis dilində 26 hərf, 44 səs var. Hərflərin 6-sı sait, 20-si samitdir. 2 növ heca var. Açıq heca son saitlə bitən hecadır. Qapalı heca sonu samitlə bitən hecadır. Burada ateniton var. Bu yəni necə deyim? Yəni açarsınız, yəni lazımdır. Uzunluq işarəsi səsin qarşısında olduqda səs uzun tələffüz olunur. Baxaq burada A yazılan hərfə sait əsasən 2 cür oxunur. Açıq heca ə kimi oxunur, məsələn name. Qapalı heca ə kimi oxunur, məsələn map. Vurğusuz hecalar ə kimi oxunur, məsələn lamp. B. Samit B kimi oxunur. Məsələn boy, bell. Vocabulary. Name ad. Burada sözlər verir bizə. Bunu mən də sizə təklif edirəm ki, lüğətə yazın sözlərim. Map xəritə, face üz, pult boşqab. Burada əslində sizin bilmədiyiniz sözlər də ola bilər, bildiyiniz sözlər də ola bilər, amma fərq yoxdur. Hamısını yenidən tutub name sözdən başlayaraq yaza bilərsiniz. İndi istəmirəm hamısını oxuyum, çünki tərcümələri, sözlərini, yazılışı falan qeyd olunur. Exercise 1. Birinci tapşırıq. Hərflərin nümunələrə uyğun şəkildə yazın. A, B hərflərini yazmaq lazımdır. İndi biz qələmimizi götürək. Bir dəqiqə. Qələmi götürək. Amma çox səlqəsiz yazır bu qələmlər, nədənsə bilmirəm. Götürdüm. Ay, çox səlqəsiz yazıram, kusurum. Qələmə nə yazıram dostlar? Neyse bu şəkildə A yazılır. Bildiyimiz A'lardır da, yəni yazmağa ehtiyac yoxdur əslində. Buna baxım görüm. Yetmək olur. Qısalmaq. Olmuş. Böyle de olsun. B yazaq. Bu formada. Kiçik B yazırıq. Bu formada. Burada. Ama cücü xətdən çıxdığımı. Buradakı görsə bu B hərfini. Bu əslində bəzək formada olaraq elə yazılır. Ancaq B hərfi elə yazılmır. Gördüğünüz gibi indi bunları silək. Siz də bunu dəftər tutub dəftər yaza bilərsiniz. Kitabın üstündən də yaza bilərsiniz. Şimdi bunları silək. Sildiyimiz üçün kiçik tapşırıqlara. Aşağı keçmək olur bir dəqiqə. Bunlar üçün belə formada versələr daha yaxşı olar. İndi istəyirəm tapşırıqlara baxaq. Burada exercise 2, ikinci tapşırıq. Başlanğıc hərflərini darıya alın. Gördüyünüz kimi dostlar, A hərfi ilə başlayır. Ay, bir dəqiqə, bu nə? Niyə gəlir bilmirəm. Bunu silək.
İndi buradan hərflərini darayalım. Bu A hərfi ilə başladıq üçün A hərfi ilə darayalırıq. Ball sözü top. B hərfi ilə başlayır. Ball. Apple A hərfi ilə başlayır. Səbət B hərfi ilə başlayır. Banan. Banana B hərfi ilə başlayır. Əxricəs 3. Üçüncü tapşırığımıza baxırıq. Deyir ki, A Android səsli sözlərin altından xətt çəkin. Yəni o səsini verən söz. Burada o səsi qeyd edib. Baxın bu. Məsələn name. Name. Necə tərəfsən? Onun kimi sözlər. Finger. Rabbit. Cow. Friends. Face. Palette. İndi mən bu sözlərin altından xətt çəkib gəlirəm. Gördüyünüz kimi dostlar, yalnızca bu sözlər Ö hərfi verir. İndi baxaq tapşırıq 4-də. Bu arada mən sizə deyim 5-ci səhifə 5 və 6-nı paylaşacağam. Əgər bu videoların davamını gəlməsini istəyirsə, kanala abunə olursunuz və şərh bölməsində yazırsınız ki, bu videoların belə bir videonun tapşırıq test videosunun davamı gəlsin və biz də sizlərlə birlikdə onun davamını çəkək. Baxaq 4-cü tapşırığa. Take for the mixed letters. Qarışıq verilmiş hərflərdən söz düzəldin. Birinci söz təbii ki, hamının bildiyi alma sözüdür. A, P, L, E. Apple. Bu da bag, çanta. B, A, G. Belə işarə qoyum ki, qarışmasın. Bu isə antdır, qarışqa. A, N, T. Yazdıq. Siz tapşırıq 5-ə. Match the pictures, the word. Şəkildəki sözləri uyğunlaşdırın. Birinci sözümüz bizim kitab sözüdür. Kitab sözü də təbii ki də bilirsiniz ki. İstəyirəm ki, çox yaxşı olsun. Ona görə rəngləri eyni qoyuram. Kitab, book, board, lövhə. Bu yəqin ki boyadır, mavi bir rəng. Blue, beyazsa ayı. Bu şəkildə oldu dostlar. İndi biz sizlərə bir dənə tapşırıqlara baxın. Dostlar, videomuzun sonuna gəldik. Çox qısa bir videoda olsa, əgər bu videoların belə bir videoların davamını istəyirsinizsə, siz dediyim kimi, yenə də təkrar edirəm, şərh bölməsində yazmağı unutmayın. Yəni siz şərhlər bölməsində yazsanız ki, bu cür tapşırıqların yenisi gəlsin, yəni ki, bu cürə gəlsin və mən də onda videoları davamını çəkəcəm. Əslində bunun belə 2 səhifəlik bir video deyil. Gördüyünüz kimi burada tapşırıqlar 5. Baxın, burada tapşırıqlar bitənə qədər. Baxın, 12-yə qədər işləmək lazımdır bunları. Sonra buradan yeni tapşırıqlar gəlir. Bunu da işləmək lazımdır gördüyünüz kimi. Amma mən hələlik 2 video çəkdim ki, xoşunuza gəlsəz, bəyənsəz, deyərsiniz. İndi dostlar, istəsəniz sizə təklif edirəm, bu kitabdan ala da bilərsiniz. Almayıb, yalnız da mənim dediyim formada. İstəsəniz belə bir tapşırıqlar baxın. Məsələn, homework is aynı tarixi falan yazaq. Əxricəs, yəni tapşırıq, səhvə edəcək. Tapşırıq 2 və yaxud da tapşırıq 1 yazıb tapşırığı köçürürsünüz. Yəni o şəkildə də etmək olar. İndi istəsəniz, baxın, burada gördüyünüz kimi bu tapşırığımız çox maraqlıdır. Dediyim kimi, videonun başlanğıcında da dediyim kimi, mən 2-ci və 3-cü sinifdə çəkirəm. Yəni ingilis dilinə yeni başlayanlar üçün əla fürsətdir. Amma 1-ci sinif məncə çox belə sizə, nə bilim, hamının ağzında işlənməyə bildiyi sözlərdir. Amma 2-ci, 3-cü sinif kitabı yəni məncə sizin üçün çox yaxşıdır. Bu yay istəsəniz bu videolardan çox çəkə bilərəm. Yəni bu yayı, bu kitabı çəkə bilərəm. 2 ay mənə, yəni avqustun neçəsində falan bitirə bilərəm. Amma istəsəniz. Yəni sizə görə hər gün video çəkərəm. Yəni videolarım həm də çox baxış sayı alsa, abunə olsaz. Nəysə, öptüm ağzım.
Videonu bəyəndinizsə kanala abunə olub, yorum yazıb like etməyi unutmayın. Öpdüm. Bye bye.